Bura urbanistin cənnətidir belə deyək. Niyə Gəncə belə olmasın? Bir ana, 2 dənə uşaqla velosipeddə. Yəni bizdə belə mənzərəni yəqin ki siz təsəvvür etməzsiniz. Birinci gün saat 6-da yollarda vəziyyət belədir. Bakıdakı kimi yəni həyatın dayanması yoxdur. Bu velosiped zolağının nişanlaması burada az qala ömürlüydür. Şəhər insanlara qaytarılır. Bir dənə olsun pillə yoxdur burada. Əməlli başda reklam elədim bu şəhəri. Dostlar, bugün mən sizi Avropanın ən sürətli urbanistik islahatları gedən şəhərlərinin birindən salamlayıram. Bugün mən yenə də Rumuniyadayım və mən Cluj şəhərindəyəm. Mən keçən vlogda sizə Rumuniyanın paytaxtı Buxaresti göstərmişdim və demişdim ki, təxmin eləyin ki, mən oradan hansı şəhərə gedəcəm. Və bura dostların, tanışların məsləhəti ilə gəlib çıxdım. Çox maraqlı bir şəhər oldu. Biraz mən burada gəzişdim. İndi ətraflı olaraq vlogda hamısını göstərəcəm. Və ilk dəfə olaraq mən sizə xarici təcrübə rubrikasında urbanistik islahatları Bakı ilə deyil, Gəncə ilə müqayisə edəcəm. Çünki Cluj Gəncə kimi ikinci ən böyük şəhərdir burada, Rumuniyada. Ümumiyyətlə, siz bilirsiniz ki, bugün Gəncədə geniş miqyaslı təmir işləri aparılır, küçələr yenidən qurulur. Səhvləmirəmsə 30 ya 40 dənə küçə tam yenidən qurulur. Mən bu haqda səhifədə artıq paylaşmışdım Instagramda, Telegramda, mütləq qoşulun, izləyin və qeyd eləmişdim ki, əgər biz Gəncəni sıfırdan qururuqsa, gəlin müasir insan yönümlü şəhərlər prinsiplərinə uyğun bunu eləyək. Eyni zamanda biraz tarix haqqında da danışaraq bu vlogun maraqlı bir qonağı olacaq. Həm yerlimizdir, birazdan söhbət elərik oyundan. Və mən isə hal-hazırda Rumuniyanın tarix mərkəzi küçələrindən birindəyim. Bax, buraları gəzəcəyik, biraz fərqli küçələri gəzəcəyik, ictimai nəqliyyata baxacaq. Yenə də burada tramvaylar da var, trolleybuslar var, digər ictimai nəqliyyat var, böyük piyada zonaları var. Yəni bir sözlə yaxşı urbanistik islahatlar necə olmalıdır? Mənə verilən məlumata görə Cluj məhz bunun misalı ola biləcək. Şəhərin tam adı Cluj-Napocadır. 300 minə yaxın əhalisi var. Rumuniyanın şimal-qərb tərəfində yerləşir və hər zaman olduğu kimi sizi çağırıram. Bu kanala abunə olun, like düyməsini avans olaraq basın. Çox mütləqdir ki, siz bunu video baxa-baxa eləyəsiniz ki, daha çox bu video YouTube alqoritmləri tərəfindən irəli çəkilsin. İnsanlarımız, vətəndaşlarımız, izləyicilərimiz yaxşı şəhərlər necə olur, yaxşı təcrübə necə olur, bəs bunu izləsinlər və eyni zamanda kanalın işinə də dəstək ola bilərsiniz. Patron platformasında, Kofel platformasında və belə ki, dəstək olan izləyicilərimizə də mən əlavə kadrlar göstərirəm ki, əsas video düşməyənlər bizim öz community'miz var, qoşula biləcəksiniz, baxa biləcəksiniz və eyni zamanda buradan bizim tərəfdaşımız Apar şirkətinə də təşəkkürümü bildirirəm ki, Apar Bakıda ilk velosiped icarəsi şirkətidir. Yəni Bakıda mövcud olan velosiped zolaqları və digər ərazilərdə təhlükəsiz və tıxacsız hərəkət eləmək istəyirsinizsə, bəs mütləq Aparda qeydiyyatdan keçin, velosiped icarə götürün və bu da sizin mobilinizi şəhər daxilində artıracaq və eyni zamanda ekranda gördüyünüz promokodla siz 3 manat da əlavə endirim qazana biləcəksiniz. Mütləq həmin promokoddan da yararlanın. Biz isə uzatmadan başlayırıq. Gedək baxaq maraqlı Cluj şəhəri bugün necə yaşayır. Başladıq. Bura urbanistin cənnətidir belə deyək. Fikir verin. Deməli, küçənin adı da çox maraqlıdır. 21 dekabr 1989-cu ilə həsr olmuş küçə. Həmin dövrdür, yəni Rumuniyanın inqilabıdır. Çauşesku'nun dövürdüyü gündür və fikir verin, burada küçə sahəsi necə düzgün istifadə olunur. Baxın, təbii ki, burada binalar, müasir binalar var, köhnə binalar, tarixi binalar var, geniş səkilər, küçə mebelləri. Burada hətta içməli su üçün kranlar var. Düzdür, indi bilməm nəyə görsə çıxarılıb. Bax, ağacların dibləri, fikir verin, bax, belə metalik freyimlə, yəni çərçivədə edilib ki, yəni bunu sulayanda falan plaşıq olmasın ətraf. Yəni tam bariyersiz mühit. Bax, burada daş səki ilə ayrılan bir piyada zonaları. İndi bu, heç də bu kiçik arxitektur formaları deyirlər buna. Kiçik arxitektur memarlıq formaları belə deyək. Velosiped parkinqləri var burada. Orada velosiped də park edilib. Velosipedçi. Burada tam bariyersiz mühit. Görürsünüz, burada həyətə girmək üçün, bax, o məhəlləyə girmək üçün piyadaların yolu kəsilmir. Əksinə, avtomobillər burada qalxır, sürəti azaldır. Bax, bu daşla döşənən hissə o deməkdir ki, sürəti azaldın. Bura piyada zonasıdır. Avtomobillər bura gəlir və gedir, daxil olur oradan öz parkinginə və beləliklə piyadalara maneçilik törədilmir. Bax, velosipedçilər, eyni zamanda əsas məsələ ictimai nəqliyyatın prioriteti.
Bax, burada trolleybuslar hərəkət edir, fikir verin. Burada elektrik avtobuslar da var, trolleybuslar da var. Bu deyəsən elektrik avtobusdur. Yalan deyərəm. Yox, bu deyəsən sadə avtobusdur. Amma elektrik avtobuslar da burada var. Öz zolağı ilə hərəkət edir. Görürsünüz, tam olaraq öz zolağına yerləşir. Yəni, kiməsə elə gəlsə ki, zolaqlar dardır, avtobus buradan keçə bilmir. Amma əksinə normal avtobus burada keçə bilir. Tam bariyersiz mühit. Görürsünüz, uşaq arabası ilə hərəkət edən bir ana normal yolu burada keçə bilir. Bax, taktil bir tərər zəif görənlər üçün burada var. Təbii ki, svetoforlar öz yerində. Özdə fikir verin, bu svetofor avtomobil axını deyil, məhz piyadalar üçündür. Yəni, piyadalara görə burada svetofor təşkil ediblər. Deməli, velosiped keçidlərində də burada bizdəki kimi yaşıl boyadan istifadə olunur. Deməli, piyada keçidləri qırmızı rənglə boyanıb. Bu da Tiflisdə də belə bir misallar görmüşəm. Amma açığı deyim, əgər nizamlanan piyada keçidilsə, bəlkə buna ehtiyac yoxdur. Amma bəzi ölkələr bunu tətbiq eləyir. Və burada da yazılıb ki, hə, bəli, yazılıb ki, yəni belə başa düşürəm ki, yolu keçmək istəyirsinizsə, bax, buranı sıxın və düyməli svetofordur da, belə deyək. Yəni, çox qəşəng bir urbanistik mühit mən burada tapdım. İndi mənə bir sual verin. Niyə Gəncə belə olmasın? Yəni, videonun əvvəlində də dedim ki, əhalisi təxmin olaraq Gəncə kimidir, ərazisi də aşağı yuxarı elədir. Lakin burada nəyə görəsə, bax, küçə sahəsini düzgün istifadə edirlər. Bu çox önəmlidir. Və əlavə olaraq bu svetoforda fikir verin, bas seksiyası var. Bu o deməkdir ki, bax, bas yananda avtobuslar birinci prioritetlədir. Avtobuslar hərəkət edə bilir, lakin avtomobillər gözləməlidir. Və eyni zamanda qeyd edim ki, burada avtobus zolağı ilə də digər Buxarestdə olduğu kimi maşınlar, taksi avtomobilləri gedə bilir, istifadə edə bilir. Lakin, indi bas yaşıl yandı da, deməli, həm bas, həm avtomobillər hərəkət edə bilər və təbii ki, velosipedçilərin də öz seksiyası var, svetoforları var. Həm yuxarıda, həm də, bax, burada mı? Bu nəyə görə işləmir, bilməm nəyə görə. Yəni, tam olaraq, yəni mən buna baxıram və görürəm ki, həqiqətən urbanistikada necə yazılıb, urbanistika kitablarında necə yazılıb, burada belə də tətbiq ediblər. Demək olar ki, hər yerdə trolleybuslar da hərəkət edir. Və təbii ki, bu küçədə olan ayrıca olaraq tarixi binaları göstərmək istəyirəm. Fikir verin. Görünür ki, təmir olunub, lakin çox səliqəlidir. Çox səliqəlidir və ümumi olaraq bax, burada tarixi mühit görürəm ki, saxlanılır, bərpa olunur. Baxmayaraq ki, bax, bu cür yeni binalar tikilir. Amma bunlar da qorunur öz yerində. Yəni, çox gözəl, çox səliqəli və təbii ki, bu küçədə də geniş şəkillər. Bu müasir avtobus dayanacağı. Görürsünüz, burada avtobus dayanacağı minimalistik bir dizaynda. Burada ictimai nəqliyyatın xəritəsi var. Taxtadan olan oturacaq. Çox önəmlidir ki, bax, burada əyləşməyə rahat olsun. Həm qışda, həm yayda. Yəni, nə isti, nə soyuq. Və biletləri almaq üçün terminallar. Bax, nağd da qəbul edir, kartla da qəbul edə bilərsiniz. Burada ekranda biraz, bilməm, günə görə yaxşı görsənmir, amma burada var, kartlar ala bilərsiniz, aylıq kartlar, həftəlik kartlar, 30 dəqiqəli, 60 dəqiqə kartlar, bir neçə dildə menyu var burada. Yəni, və bütün ictimai nəqliyyatda keçərlidir bu. Biletiniz də buradan çıxır. Və eyni zamanda təbii ki, avtobuslarda və trolleybuslarda hər bir ictimai nəqliyyatda bank kartı da keçərlidir. Dostlar, və hətta Buxarestdə görmədim misalı, burada Kluzda tapdım. Fikir verin, 2 dənə lövhə deyində onlar haqqında danışacağım. Deməli, birinci lövhə təbii ki, ictimai nəqliyyatın dayanacağıdır bura, avtobus dayanacağıdır. Və burada göstərir ki, sənin avtobusun neçə dəqiqədən sonra gələcək. Dedim ki, mən Buxarestdə məsələn buna rast gəlmədim. Həmçinin burada yuxarıda da yazılıb ki, qabaqda olan parking yerləri var və neçə boş parking yeri var burada. Bax, bu ətraf küçələrdə. Full olan, yəni doldur. Digər küçələrdə isə məsəl üçün bu deyəsən meydandır. Yəni Uniri meydanında 66 boş yer, digərlərində isə 57, 181. Yəni çox məlumat verici bir lövhədir və eyni zamanda burada elektron qaydada dediyim kimi sənin avtobusun nə vaxt gələcək, bunu dəqiq biləcəksən. Bax, sadə bir lövhədir. Bax, meriya tərəfindən, yəni bizim icra hakimiyyət tərəfindən dediyimiz bax, bu məlumat lövhələri burada qeyd olunub və göstərir ki 46B, hə, indi gəldi və budur 46B nömrəli avtobus. Bax, görürsünüz 46, hə, indi ekranda normal görünmür, hə, amma bax budur. Göstərir ki
dalbadal avtobuslar gəlir. Yəni ictimai nəqliyyat çox yaxşıdır və ictimai nəqliyyat çox yaxşı olanda sizdə təbii ki yollarda da tıxaclar olmayacaq. Bu avtobus var, trolleybus var və belə bir lakanik dayanacaqlar səkiyə maksimum dərəcədə yaxın saxlayır və sərnişinlər birbaşa olaraq yola deyil, səkiyə düşür. Və avtobuslar da görürsünüz, göstərir ki, kartla da ödəniş edə bilərsiniz. Visa, Mastercardla ödəniş edə bilərsiniz. Yəni, yaxşı ictimai nəqliyyat olanda təbii ki, burada tıxaclar da olmayacaq. Çox gözəldir, müasir avtobus dayanacağı və xəritə. Burada da ödəniş terminalı var. Burada ödəniş edə bilərsiniz və həmçinin belə bir burada qurğular var. Kartınızı yaxınlaşıb balansınıza baxa bilərsiniz. Yəni, maksimum sərnişinlər üçün necə rahat eləmək lazımdır, bunlar bunu eləyiblər. İ+, mən bir şey də əlavə eləmək istəyirəm ki, fikir verin, burada bir neçə marşrut xətti dayanır deyə, burada 2 dənə pavilyondur. 2 dənə pavilyondur ki, bax burada yəni sərnişinlərin gözləməsi üçün daha çox şərait olsun. Bəziləri deyə bilər ki, niyə bunun qıraqları yoxdur, amma bu kompakt dayanacağın bir misalıdır ki, burada qıraqları yoxdur. Çünki nisbətən səkini dar eləməsin, darısqal etməsin və qeyd edeyim ki, mən bunu Buxaresti bloqunda demişəm ki, küləkli şəhər olmayan yerlərdə bax belə həllər normal işləyir ki, yəni zaten külək deyil, olmur burada, amma qardan, yağışdan sizə bax belə dayanacaqlar qoruyur və səkiləri də eyni zamanda daraltmır. Və baxmayaraq ki, Kluj kiçik bir şəhərdir, burada da məişət tullantıların emalına çox diqqətlə yanaşırlar, fikir verin. Burada yeraltı zibil qablarıdır, indi kim tanımırsa mən bunu artıq sizə göstərmişəm bir çox ölkələrdə, hətta Tiflisdə. Yəni əsas məqsəd nədir? Bu zibil iyi verməsin, bu zibil burada külək bu zibili ora-bura aparmasın, yaymasın və daha səliqəli görsənsin də təbii ki. Çox gözəl. Dostlar, bu isə sadəcə elə bir urbanistika kitabından olan bir misalın canlı nümunəsidir. Deməli, burada bir kəsişmədir. 3 yolun kəsişməsidir və bu kəsişməni daha təhlükəsiz etmək üçün nə ediblər? Svetoforla deyil, dairə ilə nizamlamağa çalışıblar və nədir burada? Kiçik bir dairədir və buradan gələn maşınlar buradan hərəkət eləyir. Və burada maşınlar, özdə fikir verin, düzünə hərəkət eləmir. Sən mütləq bax burada sağda dönüb, bax belə bir kiçik radiusdan dönməlisən. Bunu urbanistika həmçinin şikan deyilir. Yəni bilə-bilə yolu biraz əyitmək ki, sürücülər belə deyim, sürəti azaltsın və burada da belə bir məsələ. Görürsünüz, zolaqların eni də çox kiçikdir. Adətən bizdə zolaqları daraldanda deyirlər ki, çox dardır, yəni maşın hərəkət edə bilmir. Amma burada bax belə dairə yaradaraq bax burada belə bir təhlükəsizlik tədbirini görüblər. Görürsünüz, maşın hərəkət eləyir, yol verməlidir, sürəti azaldır və yolunu belə davam edir. Yəni bilə-bilə bunu belə dar eləyiblər ki, sürücülər burada sürəti azaltsın. Velosiped parkingin belə sadə formatları da olur. Sadəcə gəlirsiniz və öz bildiğimiz zamokunuzla bunu burada bağlayırsınız. Yəni artıq velosipedi harası taxmaq falan ehtiyac yoxdur. Yəni sadə velosiped parkingi belə ola bilər. Bax burada şəhərin mərkəzinə belə bir kiçik kanal gedir və hətta burada şəhərin mərkəzində ördəklərə rast gəlmək olar. Görürsünüz, kanalın içində. Yəni təbiət o qədər təmizdir, əlverişlidir ki, yəni mühit o qədər təmiz və əlverişlidir ki, ördəklər də burada özünü komfortlu hiss eləyir. Bax bu ərazidə də ofis binaları, yeni ofis binaları tikilib və çox maraqlıdır ki, əgər bu ofis binaları sizə mane olursa və sizin yolunuzu uzadırsa, burada developer onu nəzərə alıb ki, bax siz binanı tranzit bina kimi, tranzit bir küçə kimi istifadə edə bilərsiniz. Siz girirsiniz bura və binanın bu tərəfdən girirsiniz, o tərəfdən tam başqa bir küçəyə çıxırsınız. Yəni tikinti şirkəti nəzərə alıb ki, əgər binanız çox genişdirsə, siz təbii ki, onun bir hissəsini tranzit kimi istifadə edə bilərsiniz və yolun digər tərəfinə çıxa bilərsiniz. Dostlar, burada Klujda çox mükəmməl bir piyada keçidi nümunəsini tapmışam. Mən fikir verin, deməli, balaca bir şəhərdir də, balaca bir şəhər, cəmi 2 zolaqlı yol və burada piyada keçidi, birincisi piyada keçidi tam baryersizdir. Görürsünüz, bax bu pandus, bütün piyada keçidi yəni davam eləyir. Yəni rahatlıqla buradan uşaq arabası ilə, əl arabası ilə keçə bilərsiniz. Tam olaraq da, yəni bizdə adətən hər hansı bir yerdə sadəcə pandus eləyirlər, sarı tipli pandus. Burada keçid boyudur və daha bir təhlükəsizlik tədbiri nədir?
burada belə bir bariyer quraşdırıblar, fikir verin. Amma bariyerdə fərqli nə görürsünüz? Görürsünüz, bu bariyer belə tam deyil, yəni tamamlanmış şəkildə deyil. Ortalarında 2 dənə bax belə ara yeri var ki, nə üçün? Ki sürücülərin təkərləri bunun arasından keçsin. İndi siz bura sürətlə gəlsəniz, təbii ki, yəni biraz vaxtında bunu hesablaya bilməyəcəksiniz və maşınınız çıxacaq bu bariyerin üstünə. Amma siz sürəti yavaşlasanız, bax görürsünüz bu avtomobil kimi. Sürəti yavaşlasanız, bax bu bariyer gedəcək sizin təkərinizin altından və bu arada bu qayda pozdu. Yəni bunun əsas məqsədi odur ki, sürücülər sürəti azalsın və təkərləri də bax bu bariyerin altı ilə getsin. Həmçinin daha bir vacib bir məqam nə üçün bax bu cür edilir? Bax burada fikir verirsiniz, trolleybus da gedir. Görürsünüz, bax bu naqillərdən bilinir ki, burada trolleybus gedir və trolleybusların təkərləri artıq həmin bariyerə çıxmır. Görürsünüz, sürücü dayandı və görürsünüz, həm uşaq arabası ilə, həm velosipedlə buranı rahat keçə bilərsiniz. Çox yaxşı bir misaldır. Görürsünüz, bir ana, 2 dənə uşaqla velosipeddə. Yəni bizdə belə mənzərəni yəqin ki, siz təsəvvür etməzsiniz. Cəviz bəy, indi bir çoxları deyər ki, sən gəlmişsən burada bazar günü çəkiliş eləyirsən, amma bəlkə də pik günlərində, pik saatlarında vəziyyət başqadır. İndi siz də burada yaşayan kimi, burada pik vaxtlarında da vəziyyət belədir. Tutaq ki, birinci gün saat 6-da yollarda vəziyyət belədir, yoxsa? Tıxacın olma ehtimalı olur axşam saatlarında. Əsasən də orada Horya küçəsi var. Orada da olur. Böyük bulvarlarda, böyük prospektlərdə olur. Amma yəni bu saatlar çəkmir. Yəni tıxac nisbətən tez həllini tapır da belə deyək. Yəni maşınlar hərəkət edirlər yenə də. Amma Bakıdakı kimi... Bakıdakı kimi yəni həyatın dayanması yoxdur. Yəni Cavid bəy də deyir ki, burada yaşadığı andan hələ ki özünə maşın almağa düşünməyib də, düzdür? Yəni siz burada necə hərəkət edirsiniz? Mən onsuz heç sürməyə də bacarmıram. Belə piyadayam və hər yerə də eksklüziv, ancaq və ancaq piyada hərəkət edirəm. Yəni şəhər kiçikdir deyə, yoxsa? Şəhər kiçikdir, mənim yaşadığım yer münbitdir. Ona görə yəni ictimai nəqliyyat istifadə eləməyimə ehtiyac olmur. Yəni o cəhətdən rahatdır mənə. Yəni heç ictimai nəqliyyata ehtiyac yoxdur belə ki. İctimai nəqliyyatdan belə ən çox nadir hallarda, əgər şəhərin ucqar bir yerinə gedirəmsə, hə, onu istifadə edə bilərəm ki, o da nadir hallarda baş verir. Çox bəyəndim buranın tarixi küçələrini, tarixi binalarını. Fikir verin. Orijinal şəkildə bərpa olunub. Üzərində, fasadında artıq elementlər yoxdur, reklamlar yoxdur. Bəli, o təzə binada var, amma bax burada yoxdur. Fikir verin. Hərəsi rəngarəng. Bax bu kupollar, orijinal taxta pəncərələr və çox vacib bir məqama fikir verin. Bax bu tarixi binalar arxasında mənzərəni korlayan dediyimiz novostroykalar yoxdur. Bu çox önəmlidir. Orada yeni tikili bina var, bax orada. Amma bu ümumi landşaftı pozmur, arxitektur ansamblını pozmur. Çünki orada hardasa fon bina kimi qalır və bu mühitin, bax bu memarlıq ansamblını bu qətiyyən pozmur. İstər burada, istər bax bu tərəfdə. Necə gözəl tarixi binalar var burada. Heç belə çox təəccübləndirdi məni bu şəhər açığı. Və burada da geniş meydan. Mən bunu Buxarestdə də göstərmişdim, belə bir misal ki, bax burada böyük bir meydan vaxtilə bildiğimiz sosializm dövründə geniş asfalt səhraları qururdular. Bunu necə təhlükəsiz edilər? Fikir verin və adacıqlarla. Bax bu böyük təhlükəsiz adacığı sadəcə avtomobilləri istiqamətləndirmək üçündür. Yəni dediyim kimi, bizdə burada deyərdilər ki, bu ərazidən istifadə edin, burada hərəkət zolaqları yaradın, amma burada belə etirazlar yoxdur və burada da görürük piyada keçidləri hər tərəfdən. Burada da eyni zamanda velosiped keçidi var, velosiped zolağı oradan keçir və belə. Yəni asfalt səhrasını necə nisbətən insan yönümlü mühitə çevirmək olar? Məsəl üçün bax bu cür. Velosiped keçidinin bir hissəsi isə bax belə fiziki adacıqla qorunur. Ortası asfalt deyil, daşla döşənilib ki, daha dözümlü olsun. Və burada da velosiped keçidi, qırmızı bu piyada zolağıdır. Yəni tam olaraq bariyersiz mühit. Təbii ki, söhbət bu ərazidən gedir, bu piyada keçidinə, bu kəşmədən gedir. Və burada da avtobus zolağı, görürsünüz, avtobus zolağı və hətta orada qeyd olunub ki, taksi də ora daxil ola bilər. Burada taksilər avtobus zolağı ilə gedə bilir və bax belə bir gözəl meydan tarixi binaların fonunda. Və bu küçədə hətta əks istiqamətində avtobus zolağı təşkil olunub. Yəni buradan ora yalnız avtobus hərəkət edə bilir.
İndi bizdə olsaydı, bəziləri deyərdi ki, bax bu boyda geniş çəki nəyə lazımdır? Bunu hərəkət zolağı eləyin. Amma burada eləmirlər və 3 hərəkət zolağıdır. Onun biri avtobusumdur. Hətta ikisi avtobusumdur, mən belə başa düşürəm. Yox, biri, üzr istəyirəm. Burada avtobuslar ümumi, yəni ictimai nəqliyyatda belə deyim. Avtobuslar, trolleybuslar, elektrobuslar avtomobil axı ilə bir yerdə hərəkət edir. Amma bu zolaq yalnız avtobuslar üçündür. Nişan da var ki, saxlasısı evakuasiya eləyəcəklər. Bu arada qısa olaraq qeyd edeyim ki, burada skuter icarəsi var. Yazılıb ki, bu Lime şirkətidir, tanınmış Avropada, amma bunu Uberlə bron eləyə bilərsiniz, icarəyə götürə bilərsiniz. Dostlar, və çox qısa olaraq boyanın keyfiyyətinə danışsaq, fikir verin, nə qədər qalın boyadır burada. Bu velosiped zolağının nişanlaması burada az qala ömürlüydür. Çox vacibdir ki, yəni siz bir dəfə bunu keyfiyyətli çəkirsiniz və illərlə gedir. Bu çox önəmli bir məsələdir ki, indi açıq deyim, bugün Bakıda da yeni tətbiq olunan boyanma keyfiyyətlidir. Yəni artıq birinci yaxınızdan sonra silinmir. Amma burada ondan da qat-qat daha keyfiyyətlidir, qat-qat daha qalındır. Yox, belə detallarda da bura fikir verirlər. Bax, bura tarixi mərkəzi küçələr sayılır. Burada Share Street tipli bir ortaq küçələrdir və avtomobillər bura daxil olsa belə, burada zona 30-dur, maksimum 30 km/saatla burada hərəkət eləyə bilərsiniz. Və yenə də xatırlayıram ki, biz Dilgəmlə Gəncə haqqında vloqda bu bəzi mərkəzi küçələrdən keçəndə demişdik ki, onlardan məhz bax bu cür ortaq küçələrin sayını artırmaq lazımdır və hətta avtomobillər buraxılırsa belə orada mütləq zona 30 olmalıdır və örtük daşlı olmalıdır ki, sürücülər bax bu ərazilərdə özünü qonaq kimi hiss eləsinlər ki, piyadalara yol versinlər və mühit özü də sakit olsun. Küçə pişikləri də var burada. Bax, bu həmin misaldır ki, burada əvvəllər parkinq olub, böyük parkovka olub, amma indi bura ictimai məkandır, ortaq küçədir bura. Yəni, yeni urbanistik həlləri məhz burada da tətbiq elədilər. Daha çox şəhərin tarixi mərkəzini insanlara verdilər və indi insanlar burada rahat hərəkət edə bilir və dediyim kimi bizdə Bakıda da yavaş-yavaş bunda dair bir addımlar atılır. 28 may meydanından başladıq, Xəqani bağından başladıq. Amma bax, məhz bizdə bax bu cür tarixi küçələri, İslam Səfərli küçəsi olsun, digər belə deyim, Targov ətrafı olan küçələri məhz bax bu cür piyadalaşdırmalıyıq və əgər Gəncə ilə müqayisə eliriksə, məsəl üçün tanınmış Cavadxan küçəsinin ətraflarını da bax bu cür eləmək olar. Cavit bəy, mən bu yaxınlarda elə Buxarestdə oldum, Buxarestdən gəlirəm və fikir verdim ki, hətta Cluj bir çox perspektivdən, bir çox yanaşmadan Buxaresti keçə bilib. Yəni, subyektiv olaraq sizcə nəyə görə belədir? Bəlkə bunun arxasına hər hansı bir tarix dayanır? Bunun arxasında müəyyən bir tarixi kontekst var. Yəni, Rumıniya belə son 100 ildir ki də, yəni bir mərkəzləşmiş bir dövlətə çevrilib. Yəni, bundan əvvəl Transilvaniya bu ərazilər təxminən arası bir 1000 ilə yaxın Macaristan krallığının və daha sonra da Habsburg imperiyasının tərkibində olub və buralar mədəni olaraq da fərqlidir. Burada çox ciddi Macar və Alman əhaliləri var. Bura həm dini olaraq da qarışıqdır. Yəni protestant icmaları var, kalvinist icmaları var, katolik icmaları var və s. Mən sözünüzü kəsirəm. Mən oxuduğum qədər, deməli, Rumıniya hətta indi qeyri-rəsmi olsa da 3 hissəyə parçalanır. Transilvaniya, Moldaviya olan tərəf, bir də Valakiya, bəli, Buxarest kimi Valakiya. Yəni burada da yəqin ki, müxtəlif dövrlərin təsiri var da, yəni müxtəlif ölkələrin, imperiyaların təsiri var da. Bəli, bu 3 region, bunların üçünün də tarixləri çox fərqlidir və bunlar biraz fərqli kontekstlərdə formalaşıblar. Və son 100 il ərzində, yəni bu 3 region bir ölkəyə birləşib. Və burada, yəni Transilvaniyada sosio-kultur olaraq da, yəni insanlar daha fərqlidirlər. Burada çox ciddi belə bir konsept var, Mittel Avropa, yəni Mərkəzi Avropa. Məsələ ondan ibarətdir ki, Karpat dağlarından üzü o tərəfi, yəni üzü bu tərəfi, Transilvaniya. Üzü qərbə doğru. Bəli, bura artıq yəni Balkanlar sayılmır. Buranı yəni Şərqi Avropa belə, ya o indi təbii ki, o necə bu tərif
təsvirdən asılıdır, yəni tərifdən asılıdır Şərq Avropa nə olub olmadığı. Amma yəni zamanında bir Mərkəzi Avropa deyilən bir anlayış olub, Mittel-Avropa. Və Transilvaniyadan onun ayrılmaz bir hissəsidir. Yəni siz burada belə günü bu günü, yəni çox ciddi Alman və Macar mədəniyyətinin təsirini görürsünüz. Həm memaridə, həm belə deyək, məişətin təşkil olunmasında, insanların həyat tərzində və s. Mədəniyyətində deyək. Mədəniyyətində də təbii ki. Cəviz bəy, burada bir neçə dənə maraqlı tarixi binalara rast gəldim. Məsəl üçün bu gördüyümüz bu kilsə olsun, bəzi tarixi binalar olar. Hər hansı bir nə bilim bəlkə tarixin nəyi və ya ki simvolik olduğundan danışasınız. Orada arxada biz Matias Corvinus'un evinin yanından keçdik. Matias Corvinus Macaristan kralı olub 15-ci əsrdə və burada doğulub, Clujda doğulub. Və biz hal-hazırda şəhərin əsas meydanındayıq, Piazza Uniri, Birlik meydanı. Burada bu tərəfdə bir Macar katolik kilsəsi var və orada da meydanın mərkəzində Matias Corvinus'un heykəli var. Və elə bil ki, bu şəhərdən çıxmış ən belə məşhur adamlardan birisi sayılır. Dostlar, kiçik reklam pauzası. Əgər nə vaxtsa istər Cluj'a ya da ki Budapeştə, Avstriya ya da ki Rumuniyaya gəlsəniz, bax belə bir şirniyyat dadını mən birinci dəfə bunu Budapeştdə yemişəm. Bunun adı Kurtüşdür. Və bunun Kurtüş, bunun müxtəlif dadları var. Məsəl üçün qozla, darçınlı var, darçınlı götürdük biz, kakosla var, adi şəkərlə var. Belə bir qəşəng bir şeydir. Bizdə təəssüf ki, mən bizdə belə bir şey rast gəlməmişəm. Mən çox dadlıdır. Adını yadda saxlayın. Bax, bu küçələrdə dostlar, əvvəllər avtomobillər üçün açıq idi. İndi buranı sakit tarixi mərkəz elədilər. Görürsünüz, müasir şəhərlərin tendensiyaları dünyanın hər bir ölkəsində eynidir. Şəhər insanlara qaytarılır. Biz hal-hazırda Napoka və Universitet küçələrinin kəsişməsində yerləşirik. Həmin burada olduğumuz nöqtədə 21 dekabr 1989-da Rumun inqilabı baş verən zaman Rumıniyanın bir çox küçələrində insanlar, Rumıniya bir çox şəhərlərində insanlar küçələrə çıxmışdılar. Və həmin anda, həmin axşam elə bil ki, ordu ilə dinc əhali arasında qarşıdurmalar olur. Və həmin qarşıdurmalardan birisi də bizim hal-hazırda olduğumuz nöqtədə baş verib. Və burada da həmin o gecədə həyatını itirmiş insanların şərəfinə memorial var. Burada. O biri tərəfdə də burada üzbə-üzdə də bir başqa memorialdır, yenə də həmin hadisə ilə bağlı. Dostlar, Cluj'da cəmi bir gün oldum və bəzi kadrları gündüz vaxtı çatdırmadım, çəkməyə çatdırmadım. Amma bax, axşam gəzişirəm və yenə də biri o birisindən gözəl bir küçələrə rast gəlirəm. Bax, bu birincisi bu tarixi bina, universitetin binasıdır. Bax, indi gün orta vaxtı orayla gəzişdik. Amma bir dənə bax, bu küçəyə fikir verin də, təmirdən sonra. Bir dənə olsun pillə yoxdur burada. Tam yersiz mühitdir. Piyada keçidində, istər bu avtomobillə səkinlik kəsişməsi falan. Yəni, hər yer bariyersiz mühit. Görürsünüz, adacıqlar olsun. Təbii ki, burada indi bax, video boyu yəqin gördünüz. Səkilərə, avtomobilə çıxmasın deyə belə bariyerlər quraşdırırlar. Burada bu da yoxdur. Yəni, minimum burada vizual zibillik yaratmamaq üçün belə bir şərait yaradıblar. Burada velosiped zolağı. O yüzden fikir verin. İki tərəfli velosiped zolağıdır və bir o qədər də geniş deyil. Amma burada prinsipcə iki velosiped ayrıla bilər o birisindən. Kuryerlər. Bir çoxları deyir ki, velosiped zolaqlar Bakıda ancaq kuryerlər üçündür. Amma kuryer də insanlardır da, yəni niyə onlar üçün velosiped zolağı olmasın? Bax, piyada keçdi. Görürsünüz? Adacıqla. Nişanlar burada yerdədir. Yenə də minimum vizual zibillik yaratmamaq üçün. Və səkilərin hündürlüyünə diqqət yetirin. Çox vacib bir məsələdir. Bax, Bakıda 20 sm, 15 sm hündür səkilər bardurlar eləyirlər. Amma burada bu yoxdur. Ümumiyyətlə, Avropa şəhərlərində hündür bardurlara belə deyim də, yəni meyli deyirlər. Onlar belə bir şey çəkməyə.
gözəl, bariyersiz mühit və LED işıqlandırma. Görürsünüz, diodlu işıqlandırma və fikir verin, diodlu işıqlandırmanı hətta mən bunu Buxarestdə də göstərdim, bunu burada da göstərim ki, bax, işıqlar düz yola vurur və fikir verin, küçə necə işıqlıdır və bu da həmçinin ona görə önəmlidir ki, birinci təbii ki, qənaətdir, həm də bu LED işıqlar konkret aşağı vurur. İndi burada məsəl üçün hündür binalar falan olsaydılar, yəni həmin işıq olan pəncərəsini vurub, yəni insanları narahat eləməsin də. Çox gözəl, işıqlı bir küçə. Sağlam insanın küçəsi bax bu cür olmalıdır, belə deyim. Dostlar, bayaq da yəqin gördüyünüz küçələrdə adam az idi, amma Rumunlar gəlib burada və şəhərin qonaqları gecə saat 9-da operada vaxt keçirir və mədəni şəkildə orada gəlib istirahat edir. Bilmirəm, indi Gəncədə opera işləyir yoxsa yox, amma burada görürsünüz, insanlar belə vəzənib operaya gəlir. Baxa, görür içəridə. Cəmaat gəlib operaya. Mədəni istirahət bu cür olur. Gözəlliyə baxın, operanın içərisində hər tərəf. İndi bizdə də məsəl üçün Bakıda, Xlanda, yəni var da bizə opera və balet teatrı. Orada da belə gözəldir. Burada geri qalmır, belə deyək, buralar. Dress code falan. Özdə bunlar nəsə bir elita falan, bilməm, elitadır yoxsa yox. Amma hərəsi bir geyimdədir. Gözəl. Yəni bir sözlə gecə vaxtı da maraqlı olan bir şəhərdir. Bax belə burada binaların gözəl işıqlandırılması, tarixi binalar bir o birisindən gözəldir. Ona görə mən sizə hətta adi bir turist kimi də buranı bir mənalı olaraq tövsiyə edərdim. Məsəl üçün Buxarestdən fərqli olaraq. Yəni Buxarestə gəlməkdənsə turist kimi məsəl üçün gəlin bax Cluju gəzin. Əməlli başda reklam elədim bu şəhəri. Deyəcəklər ki, indianların nəsə marağı var burada yoxsa yox. Qətiyyən xeyr. Həqiqətən hardasa Budapeşt, hardasa Praga. Yəni gözəl bir tarixi şəhərdir bura. Gəlin buranı gəzin. Deməli, Cluj şəhərinin mərkəzində yerləşən Sovet tipli sosialist dövründə tikilən bax bu 5 mərtəbəli binalar. Bizdə daha çox belə binalara Xruşovka deyirlər. Yəni keçmiş MDB SSR ölkələrində, MDB ölkələrində. Bu düzdür, Xruşovka deyil, amma yenə də tipik bax o dövrün üslubunda tikilmiş bina, yaşayış binalarıdır. Və burada 2-3 məqama diqqətinizi yetirmək istəyirəm. Birincisi, burada qapılar yenidən salınıb. Görünür ki, qapılar dəyişdirilib və qapılar şəffaf edilib. Burada pəncərə ilə də hər zaman deyirik ki, qapıları, hətta damafon olan yerlərdə şəffaf eləmək lazımdır ki, hər zaman daha təhlükəsiz olsun. İnsan bura girən insan bilsin ki, orada nə baş verir. Oradan çıxan görsün ki, burada onu nə gözləyir. Yəni sırf təhlükəsizlik cəhətdən məhz belə bina daha belə qapılar daha təhlükəsizdir. Bu birinci məsələ. İkinci məsələ burada təbii ki, yaşıllıq. Bax, bura yayda təsəvvür edin ki, necə yaşıldır da. Hər yer yaşıllıq, kölgə. Eyni zamanda burada da bayaq göstərdiyim bu yeraltı zibil qabları. Görürsünüz, zibil qabları yerin altındadır burada. Yenə də səliqəlidir. Və parking sistemi, fikir verin, burada parklanma nömrələnib və parklanma yalnız sakinlər üçündür. Yazılıb abonementdə, yəni abunədə, yəni təxminən vaxtında belə başa düşürəm bunu. Yəni kənardan gələnlər bu məhləni parking kimi qətiyyən istifadə edə bilməyəcəklər, çünki çox güman ki, bunlara cərimə yazılacaq. Bu da çox vacib bir məsələdir. Ona görə burada bu qədər sakitdir. Bu tranzit küçə deyil. Görürsünüz, bu tərəfdə dalan, o tərəfdə dalan.
və belə. Təbii ki, bu yeni salınan yaşayış massivləri olsun, yəni onlarla müqayisə deyil, sırf bizim mikrorayonlarda, yəni bizim MDB ölkələrində olan şəhərlərə nisbətən bura məhz bax bu cür daha müasir, daha sakit bir mühit yaradaraq belə bir yaşayış massivi burada yaradıblar və dediyim kimi parking, şəffaf qapılar və yaşıllıq. Bax bura yayda çox yaşıldır, çox önəmlidir. Dostlar, tramvayı sınamaq vaxtı gəldi. Hər bir xarici vlog rubrikasında mütləq tramvayı minirik. Belə müasir 1, 2, 3, 5 seksiyalı tramvaydır. İstənilən qapıdan minirik, qeyd edeyim, çox vacib bir misal. İstənilən nüans daha doğrusu. Basa-bas deyil. Ödənişimizi eləyək də. Tak, ödənişimizi eləyək. Bir dənə şey eləsin. Ya indi elə, indi elə. Ha, şək etdi. Bəzi yerlərdə görürsünüz, avtomobillər tramvayların xətləri ilə hərəkət edir. Bu tərəfdə bir ayrılmışdır, olaq yalnız sağa sola dönmək üçün. Burada isə bir axında hərəkət edirlər tramvayla. Bildiyim qədər bu burada cərimə deyil. Sadəcə yolun bu istiqaməti bir tərəflidir deyə bu tərəfi tramvayla hərəkət edirlər. Maraqlıdır. Bu arada isə avtobuslar da burada tramvay yolları hərəkət edə bilir. Bu da geniş bir yayılan bir təcrübədir. Budapeştdə, məsəl üçün qonşu Budapeştdə bunu göstərmişdim. Əslində Buxarestdə də bir neçə yerə görmüşdüm ki, avtobuslar tramvay xətlərindən istifadə edib. Principi normaldır, ictimai nəqliyyatın bir zolağıdır. Hər yerdə deyil təbii ki, amma kəsişən yollarda bunlar istifadə edə bilir. Dostlar, və bir daha bariyersiz mühitin qurulması haqqında. Baxın, relyefdir. Bizdə çox güman ki, burada pillələr eləyərdilər. Bax, bu promenada düşmək üçün. Amma burada, bax, belə mailli pandusla həll olunub. Görürsünüz, çox belə az bucaqla bura çıxış veriblər. Yəni, istənilən məkanı əslində bariyersiz və əlçatan etmək üçün çıxış yolları var. Və çıxış yolların biri də məsələ, bax, bu cür bariyersiz mühitin yaradılmasıdır. İndi oradan pillələ də var, pillərlə düşə bilərsiniz, amma normal bir mühitdə burada, bariyersiz mühit burada yaradıblar. Yəni detallara burada fikir verirlər, çox önəmlidir. Gəncədə olduğu kimi burada Clujda da bir kiçik çay axır, kiçik Someçdir buranın adı. Bu çayın adı, görürsünüz burada balıqlar, quşlar özlərinə yem tapır. Bu çay özü gedir Tiza çayına düşür, Tiza çayı isə gedir Dunaya birləşir. Bunun bir qolu isə burada Rumuniyadadır və bir hissəsi isə Avstriya, Macaristana düşür. Belə bir körpü. Fikir verin, su necə də şəffafdır, az qala içməli sudur. Burada da quşlar, ördəklər, bunlara rast gəlmək olar. Bax, bu promenadın səkiyə düşən hissəsi də yenidən təmir olunub. Burada velosiped zolağı da təşkil olunub. Fikir verin, velosiped zolağıdır, amma heç bir rəng də burada artıq fərqlənməyib. Sadəcə belə kiçik-kiçik bardurlar da burada düzülüb. Səki əksər yerlərdə geniş saxlanılıb. Burada parking daşla döşənilib. Velosiped parkingi var və bu isə, dostlar, fikir verin, bu isə şarjdır. Yəni, hər bax bu 4 dənə stolbadır, hərəsində 3 dənə var, 4 dənə belə şarj yeri var. Bilmədim açığı nəyə görədir bu. Güman edirəm ki, yəqin ki, bəlkə elektrik velosipedi şarj eləmək üçün, amma yəqin ki, burada QR kodu skan edib nəsə ətraflı məlumat almaq olar. Şəhərlərdə yaza bilərsiniz, bəlkə bir ağlınızdan da bir fikir keçir ki, nəyə görədir bu. İlk dəfədir ki, Avropa şəhərində xəndəklərə rast gəlirəm. Necə ki, bizim məsəl üçün elə Gəncədə də var, Lənkəranda da var. Bax, belə xəndəklərdir burada, yağış sularını bura axılması üçün küçəyə dolmasın deyə. Amma bir fərqlə ki, fikir verin, burada geniş səkidir. Bufer zonasıdır, yaşıl zonadır, yaşıl bufer zonası, ağaclar falan. Və xəndəklərdə əsas məsələ piyadaların təhlükəsizliyi necə nəzərdə tutulub. Təbii ki, yaşıl zona konkret buranı ayırır ki, insanlar bura təsadüfən düşməsin və
piyada keçidləri olan yerlərdə bax belə kiçik körpülər yaradırlar. Burada da deyə orada qabaqda da körpülər var. Kiçik körpülər parkın içinə getmək üçün və xəndəklərin sonunda belə yağış suların birbaşa olaraq kanalizasiya axıtması üçün bax belə lüklar var. Su gedir onun altına. İndi mən bilmirəm burada yağış yağanda vəziyyət necə olur, yalançı deyərəm. Amma Cavit bəy deyir ki, burada yoxdur. Yəni aşma yoxdur. Və avtomobillərin bura girməməsi üçün belə sütunlarla səkini qoruyurlar. Burada nizamlanmayan piyada keçididir və yenə də fikir verin, tam bariyersiz mühit. Pandusların ehtiyac yoxdur. Nə burada, nə orada. Səkilərin hündürlüyü özü elədir ki, demək olar ki, bariyersiz mühitdir. Yəni burada parka çıxıb getmək üçün, bu hissə isə piyada işıqforla nizamlanır. Yenə də bariyersiz mühit, uşaq arabası ilə bax burada təhlükəsiz şəkildə yolu keçmək olur və baxmayaraq ki, cəmi 2 zolaqdır, işıqforla nizamlanır. Yenə də piyadaların təhlükəsizliyi burada düşünülüb. Bu böyük park isə mərkəzi parkdır, park sentraldır və indi qışdır deyə parkın gözəlliyi görsənmir, amma təsəvvür edin ki, yayda bura necə gözəldir, necə yaşıldır. Bura isə mərkəzi stadiondur. Dostlar və bir daha da bariyersiz mühit haqqında fikir verin, parkın içərisidir bura və burada pandus var və pillələrə alternativ olaraq gəlirsiniz, tam bariyersiz olaraq bu kanalın digər tərəfinə keçirsiniz. Bu kiçik gölün. Baxaq görək, ardı var bunun. Hə, ardı var. Normal burada uşaq arabası ilə keçə biləcəksiniz. Biraz əl arabası üçün məncə təhlükəli ola bilər. İndi bu körpüdür də, dairəvi körpüdür, yarım dairəvi körpüdür. Amma yenə də əlil, azmobilli insanları unutmayıblar. Ən azı bax parkdır bura. Uşaq arabası ilə gələn analar var bura, atalar var, nənələr, babalar, yüklə gələnlər var və onlar üçün bariyersiz mühit burada yaradırlar. Bu haqda unutmurlar. Bu qədər dostlar, bu da Rumıniyanın Cluj şəhəri. Açığı çox bəyəndim bu şəhəri və mən hər zaman vloqlarda göstərilən urbanistik misalları, şəhər salmanı, nəqliyyatı məhz Bakı ilə müqayisə edirəm. Deyirəm, Bakıda necə bunu tətbiq eləyək. Amma bu səfər mənə məsləhət gördülər ki, məhz gəl Cluja və bunu Gəncə ilə müqayisə eləyək. Dediyim kimi, Gəncə kimi ölkənin ikinci böyük bir şəhəridir və mən bundan öncə göstərdiyim Buxarestlə həqiqətən kifayət qədər böyük kontrast hiss olunur və vloqun qonağı da qeyd edək ki, burada biraz Rumıniyanın fərqli bir regionudur, Transilvaniyadır və sırf təbii ki, gözəldir, şəhər özü tarixi bir şəhərdir, əhalisi çox deyil, sıxlıq yoxdur, amma buna baxmayaraq yenə də hətta urbanistik cəhətdən buradan yaxşı misallar tətbiq eləyirlər və əgər biz insan ömrlü şəhərlərdən danışırıqsa, mütləq gəlib Clujdan öyrənməliyik və mən buradan səslənirəm ki, bütün bu həm Gəncə sakinlərinə, digər şəhərlərin sakinə əgər məni izləyirlərsə, siz də bax bu cür transformasiyaları, bax bu cür yanaşmalarınızı öz şəhərdə istəyin, tələb edin, müraciətlər yazın. Çünki Cluj yenə dediyim kimi yaxşı bir misaldır ki, böyük olmayan şəhərdə də biz yaxşı, rahat bir mühit yarada bilərik, tarixini qoruya bilərik. Məndən isə bu qədər dostlar və xatırladıram ki, bax bu kanala dəstək ola bilərsiniz. Patron platformasında, Kofel platformasında ki, biz daha çox səyahət eləyək, daha çox vloqlar sizin üçün gətirək və ilk dəfə olaraq biz nisbətən böyük olmayan bir şəhərdən bir misal gətirdik və şəxsən mənə çox maraqlı oldu. Sizə də maraqlıdırsa, bax belə videolar bəyənirsinizsə mütləq indidən like düyməsini basın, kanala abunə olun, bildirişləri aktiv eləyin ki, yeni vloqlar haqqında məhz birinci siz biləsiniz. Mən sizinlə sağollaşıram. Növbəti vloqlarda, növbəti maraqlı şəhərlərdə görüşərik. Hələlik.